Həçə, yəni. Həçə, yəni. Gelme. Niyə qışqırır? Ne olur? Öyle de. Niyə qışqırır? Valla mühafizə xidməti məni gördü, hamısı hərəsi bir yerə qaçır. Biri ora qaçır, göstər. Biri ora qaçır, biri bura qaçır. Saxla, saxla qarış. Dəlinizi Saxla da, saxla qarış. açıqlamanız olacaq. Açıqlama verməni, sən kimsən mən sənə açıqlama verim ki? Müdiriyyət bilir təşkil aparmağınızı. Müdiriyyət niyə bilməlidir ki, bura ictimai məkandır? Yox, yəni bizə tapşırıq verib çəkməyin də. Müdiriyyət bilmir, bilməsənə də ehtiyac yoxdur. Yox, mən soruşuram da, deyirəm bilir ya yox. Bilmir və bilməsənə də ehtiyac yoxdur. Yox, ehtiyac var, bizə söz gəlir də. Hansı qanunvericiliyin hansı müddəalarına, hansı qanun əsasən deyirsiniz bunu? Qanuna görə yox, bu bizim ərazidir, düzdürmü? Nəsə olursa bizdən tələb edirlər də. Mən də soruşuram, deyirəm müdiriyyət bilir, başqa söz demədim ki. Deyirsiniz ki, qanun deyil. Qanun deyilsə belədir, sizin öz qanunlarınız var. Nə qanun deyirsiniz? Xahiş edirəm uzaqlaşın. Peşə fəaliyyətimizə əngəllər yaradırsınız, uzaqlaşın. Bəli, deməli, bura 8-ci kilometr bazarıdır. Hər sahibkar, yəni hər piştaxtada oturub satış həyata keçirən şəxs buranın bazar rəhbərliyinə müəyyən qədər pul ödəyir. Yəni icarə haqqı ödəyir, kirayə ödəyir. Amma buna baxmayaraq bazarda antisanitariya hökm sürür. Maraqlısı budur ki, sahibkarların verdiyi kirayə haqqlarını bazar rəhbərliyi hara xərcləyir? Nəzər almaq lazımdır ki, bazarın müxtəlif istiqamətlərinə çəkiliş elədiyimiz zaman antisanitariyanın hökm sürdüyünü şahid olduq. Ancaq bazar rəhbərliyinin tək dərdi jurnalistlər bura gəlib çəkiliş elədiyi zaman məlumatı varmı bazar rəhbərliyinin? İcazəniz varmı? Maraqlıdır. Nə vaxtdır Azərbaycanda kütləvi informasiya vasitələri açıq məkanda, ictimai məkanda çəkiliş üçün kimlərdənsə icazə almalıdır? Ərazidə yerdə olan antisanitari vəziyyət bunu deməyə əsas verir ki, bazar rəhbərliyi ya bura heç baxmır, ya da ki, yenə baxmır. Yoxsa bu vəziyyət hökm sürməz. Getdik içəri. Bazarın vəziyyəti bundan ibarətdir ancaq. Bazar bundan ibarətdir. Maraqlıdır, icarədarlardan toplanan vəsaitləri bazar rəhbərliyi hara xərcləyir ki, bazarda bu cür antisanitar vəziyyət hökm sürür. Onunla qeyd edeyim ki, digər tərəfdə çəkiliş elədikdən sonra bazarın digər tərəfində canfəşanlıqdan bax bu cür təmizlik işləri aparılır. Nə kanalda, hansıdır? Kim olduğunuzu öyrənə bilərik? Müştəri, bazarın sahibi. O zaman uzaqlaşın, zəhmət olmaz, olmaz bilmək. Özünü vətəndaş kimi təqdim edən şəxsin böyük ehtimal ki, bazar rəhbərliyinin səlahiyyətli şəxslərdən biri olduğunu adım kimi əminəm. Cəmi 5 dəqiqə sonra şəxs bazarın rəhbərliyinin nümayəndəsi olduğunu etiraf elədi. Üstəlik, çəkiliş üçün icazə tələb olunduğunu da bildirdi. Evet, bazar işsən, məndən icazə alıb çəkirsən, belə aqressiv danışırsan. Siz müştəri kimi yaxınlaşdınız mənə, vətəndaş kimi yaxınlaşdınız. Zəhmət olmasa kamer. Borcum deyil. Ortada olan pişiklərdən görsənir ki, nə dərəcədə antisanitariya var burada. Yaxınlaş. Bazar rəhbərliyi açıqlama verməsə də ona yaxın çevrələr başlayıblar bazar rəhbərliyindən çox qorumağa. Buradakı vəziyyət satıcılara görə deyil, bazar rəhbərliyinə görədir. Niyə Həçə, yəni. Gelme. Niyə qışqırır? Ne olur? Öyle de. Niyə qışqırırsınız? O biri bazar kimi. Niyə qışqırırsınız? Niyə qışqırırsınız? Həmin şəxslər səs-küy eləsə də bir daha oradan nəsə daş, nəsə ikinci əşya gəlsə, mən hüquq mühafizə orqanlarına, əməkdaşlarına müraciət edəcəm. Oradan mənə yad cisim gəldi. Bir daha atılsa o yad cisim məndən inciməyin. Antisanitariyanı bu yollarla üstünü örtməyə çalışırlar, bəzəməyə çalışırlar dırnaq arası. Təbii ki, üstü bəzəyə tutmur. Qeyd edək ki, 8-ci kilometr bazarı 3 hissədən ibarətdir. İkisi satış, biri isə topdan satış yeridir. Ancaq təəssüflər olsun ki, hər birində eyni vəziyyət hökm sürür. Salam. Siz axtardıq, müəllim, rəhbərlik lazım idi. Hardan öyrənə bilərik? Valla mühafizə xidməti məni gördü, hamısı hərəsi bir yerə qaçır. Biri ora qaçır, göstər. Biri ora qaçır.
biri bura qaçır. Elə bil mən adam yeyənəm. Yəni niyə belə elədilər? Mən də maraqlı gəldi. Mühafizə xidmətinin əməkdaşı qaçdı girdi. Yük maşınlarının arxasında. Müəllim, bir dəqiqə olar sizi. Yaxınlaş gör bunlar niyə belə deyir? Yaxınlaş. Ay müəllim, olar sizi bir dəqiqə. Düşək dalın onu, gəl görək. Müəllim, gəl gözləyin görək. Müəllim, bir dəqiqə olar sizi. Olar bir dəqiqə sizi. İşte de geçti. Bir söz soruşuyor, ondan sonra dedi ha. Niyə qaçırsınız lan? İmkan vermişsiniz soruşa. Saxla. Saxla qardaş. Dəlinizi Saxla da saxla qardaş bilməsinə indi görək. Bildim, imkan vermişsiniz sözümüzü deyə. Bir dəqiqə. Gəl, məni gördünüz qaçırsınız. Niyə qaçırsınız ki? Sual vermək istəyirik. Gör yenə. Yaxınlaşa bildi ki, qaçdınız. Qaçdınız. Səbəbi də görək. Ay müəllim, rəhbərlik hanı? Rəhbərlik yoxdur hazırda. Növbə rəisi sizsiz. Çəkiliş eləmək üçün bazarda icazə tələb olunur yoxsa yox? Necə? Bazarda çəkiliş eləmək üçün kütləvi informasiya vasitələrindən icazə tələb olunur yoxsa yox? Tələb olunur. Hansı qanuna əsasən? Hansı kanaldan gəldiyi bilinməlidir. Nəyə görə? Hansı qanuna əsasən tələb olunur? Səbəb nəyə görə gəlmisiniz? Siz üzünüzü görə bilərəm. Yox. Siz niyə imkan vermisiniz çəkilişimizi eləyət düzgün? Nəyə görə çəkilsə biz də bilək. Nəyə görə? Bunu siz bilməlisiniz. Hə? Bilməlisiniz bunu siz. Bəli biz də bilməliyik. Nəyə Niyə bilməlisiniz? bilməliyik də biz. Yerdə meyvə qırıntısı da ola bilər, kağız da ola bilər və ona görə 12 nəfər bu işlə məşğuldular. Gecə və gündüz. Gündüz 12 nəfər, axşam da 6 nəfər. Məhsullar var ki, antisanitar vəziyyətdə satılır. Üzərindən bir çək qona bilər, bu ağcaqanad və s. Pişiklər gəzir ortalıqda, pişik çıxa bilər o məhsulların üzərinə və s. Çıxa bilmək və başqa şey də yəqin çıxa bilməz. Niyə? Necə bir şey kim də öz başına qoysun oraya çıxsın ki? Qeyd eləyək ki, 8-ci kilometr bazarında bu hal ilk dəfə deyil yaşanır. Özünü ərazinin qoçusu kimi aparan mühafizə xidmətinin əməkdaşları digər televiziyalardan olan həmkarlarıma qarşı da zaman-zaman təzyiqlər nümayiş etdirib. Bazarın mühafizəçisi kimi özünü təqdim edən şəxslər çəkilişimizə mane oldular. Çəkmə də, çək. Yox, çəkilişimizə mane ola bilməzsiniz. Qeyd eləyək ki, artıq məsələ ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşlarından məlumat verilib.